bizim orada olan su problemləri haqqında. Su problemi. Deməli, Azərbaycanda olan sudan istifadə, suyun yararsız yerə axıdılması nəticəsində orada yaşayan, məskunlaşan əhali, insanlar böyük problemlər yaşayır. Bildiyimiz kimi Azərbaycanın əsas su arteriyaları iki çaydan ibarətdir. Bu Araz çayı, bir də ki Kür çayıdır. Kür çayı transsərhəd çayı olduğu kimi Araz çayı da həmçinin hər ikisi Anadoludan başlayır. Öz məcraları, öz mənbələri ilk olaraq Anadoludan başlayır və suyun gəlib Xəzərə çatmasına qədər bu su tam şəkildə orada gəlib çata bilmir. Sudan düzgün istifadə edilmədiyinə görə əhali əziyyət çəkir. Bu da miqrasiya səbəb olur və müxtəlif xəstəliklər törədir. Əsas torpaqların yararsız hala düşməsi problemi yaşanılır ki, bu da həmin o çaylar ətrafında yaşayan insanlarımızı köylərdən, kəndlərdən böyük şəhərlərə, Azərbaycanı götürsək, Bakı və Gəncə şəhərlərinə köç etməsinə məcbur edir. Bu, Azərbaycan üçün əsas problemlərdən biridir. Suyun necə istifadə edilməsi haqqında tutaq ki, biz Finlandiyanı götürsək, Helsinki şəhərini. Helsinki şəhərində o suyun axıdılan atık sular ki var, kanalizasiya suları var. Onları yenidən elə təmizləyib, elə şəkildə istifadə edə bilirlər ki, hətta o məntəqələrdə, su təmizləmə məntəqələrində belə şəhərin meri, hamisi gəlib o su Baltik dənizinə axıdılan yerdə özü də bir bardak, bir stəkan götürüb su da içir ki, yəni ki, bu su o qədər təmizdir. O kanalizasiya sularının Helsinki şəhərində təmizlənilib Baltik dənizinə axılan suları bizim Bakıda içdiyimiz sulardan 4 dəfə təmizdir. Təsəvvür edin. Biz isə öz sularımızdan lazımı qaydada istifadə etməməklə həmçinin də içməli su problemi yaşayırıq. Əkin sahələrimizdə yerli əhalinin öz təsərrüfatını idarə etməsi üçün su qıtlığı vardır. Bu su qıtlığının əsas səbəbləri nədir? Köhnəlmiş əski sistemlərdən istifadə edərək suvarma sistemlərindən istifadə olunur. İndi burada mən İsrail misalına keçim. O küçücük İsrail, o səhra, quraq bir yerdə, su olmayan bir yerdə, su ehtiyatları tam şəkildə məhdud olan bir yerdə öz əhalisini təmin etməkdən əlavə kənd təsərrüfatı məhsulları ilə, meyvə tərəvəzlə ölkə gəlirinin 25%-ni də həmin o məhsulları idxal etməklə, xaricə satmaqla dövlət büdcəsinə pul gətirə bilir. Biz isə hər il Azərbaycanı nəzərdə tuturam, indiki Azərbaycan Respublikasını nəzərdə tuturam. Ölkənin əsas valyutası, əsas o dollar, evro ehtiyatları xaricdən məhsul alıb gətirməklə məşğuldur. Bu da ki, neftin, qazın pulunu normal ölkənin inkişafına sərf etmək əvəzinə, nəsə bir yenilik yaratmaq əvəzinə biz gedib necə deyim, özümüzü doyurmaq üçün, yemək almaq üçün bütün dövlətlərə biz valyuta ilə həmin o məhsulları alıb özümüz onunla qidalanırıq. Bu problemlərin həlli məsələləri bizim Sistemologiya Akademiyasında olan projələrimizdə var. Ən innovasyon, ən yeni projelər enerjinin necə hasil edilməsi, enerjinin saxlanılması, enerjinin son mənzilə yetməsi problemlərinin həlli olması kimi bizim projelərdə hətta atmosferdən su almağı da biz bacarırıq. Bu problemləri də həll edə bilərək ki, bizim projeləri sadəcə olaraq bizim öz yurtlarımızda ilk öncə, əlbəttə ki, bizim bu bütün işlərimiz, bizim bir planetimiz var, yer kürəsi, biz yer planetinin övladlarıyıq. Bizim etdiklərimizin hamısı cəmi bəşərə, bütün insanlara aiddir. Ancaq ilk özümüzdən başlamalıyıq ki, biz rahat olaq, rahat yaşayaq ki, ayrıları da, başqa xalqlarda, batı da, doğu da görsün ki, biz varıq öz yerimizdə azad firavan yaşayıb özümüzü qidalandırmağı bacarırıq. Biz bunu göstərmək istəyirik və bizim bu konferansımızın əsas
işi, məqsədi də ondan ibarətdir ki, bizim dövlətçiliyimiz, onun başında duranlar görsünlər ki, bu projelər var və bunları həyata keçirsinlər. Bizə dəstək olsunlar. Nəyə görə biz bu günümüzdə Batının, Doğunun ardınca gedib onların bizə zor gücü ilə yapışdırdığı projelerin ardınca gedirik. Heç onlar istərmi ki, biz onlara konkurent olaq? Biz onların sırasına gələk. Elə biz yaxın tariximizə də baxsaq, uzaq tariximizə də baxsaq, hər zaman görürük ki, bu rəqabət, bu sıxıntılar bizlər üçün yaşanılır. Nəyin ardınca gedirik, nəyin peşindəyik? Onun ki, öz projelərimizi, kəndi işlərimizi öz xalqımız, öz millətimiz, onun rifahı üçün biz quraq, yaradaq. Əsas məsələ bundan ibarətdir. Bugünkü bizim yığışmağımız, gözəl muğlamızda da bu işləri müzakirə etmək, nəsə bir ortaq fikrə gəlmək, investorları cəlb etmək, özlərimizin öz layihələrimizin həyata keçirilməsində öz investorlarımızı gətirib və onlara anlatmaq ki, Elon Musklar, Bill Gateslər, Mark Zuckerberglər bizdən öndə gedənlər deyirlər. Sadəcə olaraq onların dəstəyi var və onlar öz işlərini, öz yaratdıqlarını bizlərə sonradandan, onlar özləri ilk öncə özlərini rahat hesab edəndən sonra ki, bu bizdə artıq var, ondan sonra o köhnəlmiş projelerini bizlərə verə bilirlər. İstərsiniz bu nuklear atom elektrik stansiyaları olsun, istərsiniz hidroelektrik stansiyaları olsun, istərsiniz günəş panelləri olsun, istərsiniz o dəyirmanlar olsun ki, hansı ki küləkdən, rüzgardan bizə enerji verir. Bunların hamısı bizim ekologiyamızı, bizim ətraf mühitimizi korlayan, məhv edən bunlar projelərdir. Ancaq bunlar necə baş verir? İlk öncə onlar bizim sərvətlərimizdən, yeraltı, yerüstü sərvətlərimizdən onları soraraq, sümürərək, özləri onların keyfini çəkərəkdən bizə az paralar verir və o paraları da hələ öz banklarında akkumulyasiya edib saxlayırlar orada. Sonra isə bizim öz kəndi paralarımıza, öz pullarımıza həmin o köhnəlmiş projelerini, hansı ki keçən əsrin, ötən əsrin 60-cı, 70-ci, 80-ci illərində olan 50 il, 100 il bundan qabaqki projelerini bizə verirlər ki, gedin. Bu sizin üçün olsun, günəş paneli, istəyirsiniz nə olur olsun. O bugünün bizə nəsə az miqdarda enerjisini verə bilər. Ancaq bunu yarın sabahları bunların util söhbətləri var. Bunları biz nə edəcəyik bunlarla? Bunların o işləmə vaxtları var. O məhduddur. 5 ilə, 10 ilə, 30 ilə bunların hamısı məhv olub gedəcəkdir. Su problemimiz də həmçinin bunun üstündə qurulubdur. Biz yeni projelərlə əkin sahələrimizi sudan elə istifadəni yaratmalıyıq ki, su problemi yaşanmasın. İstanbulun böyük su problemi var. İstanbula su çəkilib normal şəkildə hər kəs sudan istifadə edə bilmir. Bu Bakıda da yaşanır. Türkiyənin başqa böyük şəhərlərini də götürsək, su problemi yaşanır. Bizim havalar burada quraqlıqdır. Bizim iqlimimiz, yaşadığımız coğrafiyamız günəşli coğrafiyadır. Quru coğrafiyadır. Ona görə də bu olan su problemlərimizi özümüz həll eləməliyik. Enerji problemimizi özümüz, kəndimiz həll etməliyik. Əgər biz bunu bu günləri həll etməsək, bunu başlı başına buraxsaq, biz yenə də Qərbin, üzr dilərəm, quyruğunda sallanıb gedənlərdən olacaq. Heç bir vaxt onlar istəməz ki, biz irəlidə gedək yollarla bir yerdə olaq ki, biz də varıq, durmuşuq, sizin sıradayıq. Yox, sizin yeriniz geridədir, bizdən sonradır. Ona görə də bizim birinci olmamız gərəkdir. Su problemimizin həlli haqqında yenə də deyim ki, akademimizdə bizim projelər var. Cəmi cahana konkurent olan projelərimiz var ki, biz onlardan istifadə etməliyik, yararlanmalıyıq. Millətimizin, xalqımızın, dövlətimizin gələcəyi naminə, gələcəyi üçün biz quruculuqla məşğul olmalıyıq. Bütün bu təşkilatçılara dərin təşəkkürümü bildirirəm. Hər şey çox yüksək səviyyədədir. Sizlərə çox sağ ol deyirəm ki, vaxtınızı ayırıb bizimlə birgə dinləyirsiniz. Bu
bizim bugünkü çıxışlarımızı, fikirlərimizi yaymaq gərəkdir. Kütləvi informasiya vasitələrində, internetdə ki, bilsinlər ki, bu işlər var və biz yalnız birgə olaraq, əl-ələ tutaraq, çiyin-çiyinə gələcəyi qura bilərik. Diqqətinizə görə təşəkkür edirəm. Suallarınız varsa cavablandıra bilərəm. İlqar müəllim, mənim sualım var. Buyurun, Qəmbər müəllim. İlqar müəllim, çox sağ olun çıxışınıza görə. Bu bizim doğrudan da bu konferansın mövzusu elə bir mövzudur ki, yaşıl dünya və sağlam gələcək. Deməli, yaşıl dünyanı təmin etmək üçün birinci növbədə yaşıllığı yaradan sudur. Susuz həyat yoxdur. Bəli. Amma bizim şəhərlərimizdə, kəndlərdə, yolların kənarında, digər yerlərdən fərqli olaraq yolların kənarında yaşıllıq demək olar ki, azdır və yalnız onlar maşınlarla sulamaq xatirinə müəyyən müddət onları inkişaf etdirilir. Bu sahəni həyata keçirməkdən ötəri bu yaşıllıq üçün texniki sudan istifadə olunmalıdır. Texniki su da Azərbaycanda daha çoxdur. Onlardan istifadə olunur və yalnız müəyyən dənizlərə, çaylara, göllərə, şəhərlərin yaxınlıqlarında olan yerlərə axıdılır. Bu cür bir proyekti gələcək üçün siz planlaşdırırmısınızmı ki, bu texniki sular, evlərdən çıxan texniki sular yenidən filtr vasitəsilə sorulub, təkrar evlərə qaytarılmaq yox, heç olmasa o suvarma üçün ondan istifadə olunsun. Ölkəmizi, planetimizi yaşıllaşdırmada bundan çox böyük istifadə olunsun. Çox sağ olun. Təşəkkür edirəm, Qəmbər müəllim. Çox gözəl sualdır. Mən bu çıxışımda Helsinki misalında bunu dedim ki, o atılan sulardan, kanalizasiya sularından Helsinki şəhərində nə şəkildə istifadə olunur. Bizim Bakımızda həqiqətən də içməli su ilə suvarma suyunun fərqi yoxdur. Bütün atılan sular Xəzərə atılır. Heç onları bir təmizləmə sistemi də yoxdur. Belə götürəndə Samur kanalı Rusiya ilə Azərbaycan sərhəddində sınırlarından keçən Samur çayından böyük bir su kanalı gəlir ki, Bakını təchiz eləsin. Bir də ki, Ceyranbatan gölümüz var ki, həmin o göldən Bakıya içməli su verilir. İçməli su həm əkin üçün, həm ağacları suvarmaq üçün istifadə olunur, əgər belə baxsaq. Çünki Bakıda ayrı bir su yoxdur ki, gələ orada nəsə bir meyvə tərəvəz yetişdirilsin, bağlar sulansın və yaxud da içilsin. O suların hamısı sadəcə olaraq atılıb gedilir. Ona görə Azərbaycan dövlətinin qarşısında bir planlı proje qoymaq lazımdır ki, həmin o suları orada təmizləsinlər və texniki su kimi əkin üçün yararlı şəkildə istifadə etsinlər. Bu sulardan əgərləri Bakı, heç mən başqa yeri tutmuram, Azərbaycanın başqa bölgələrini də, ayrı bölgələrini, Bakı, Sumqayıt, ümumiyyətlə Abşeron yarımadası üçün istifadə olunsa, Abşeron yarımadası dönüb olar cənnət. Orada milyonlarla ağac əkmək olar. Oranı cənnətə çevirmək olar o atqı sulardan, hansı ki, hamısı pis vəziyyətdə həm Xəzərimizi çirkləndirir, Xəzərimizin ekoloji vəziyyəti orada bərbad günə düşür, həm əhali xəstələnir, sanitar epidemioloji vəziyyət orada çox gərgin haldadır, əhali arasında fərqli xəstəliklər var. Əgərləri biz baxsaq 30 il bundan öncəki xəstəliklərə və bugünkü Azərbaycanda yaranan xəstəliklərə antisanitariyadan bu yeniləşibdir. Əhalidə epidemiyalar günü-gündən hər il vaxtı heç biz sərhədlərimizi belə sınırlarımızı aça bilmirik Azərbaycanda. Azərbaycan qapalıdır. Hamısı bu xəstəliklərin üzündəndir ki,
bunun da əsas səbəbinə baxsaq, qidadan əlavə su problemidir. Azərbaycan çox böyük su problemi yaranır. Bakı ətrafında tez bir zamanda həmin o qurğuların qurulması gərəkdir ki, biz o atqı çirkli sulardan, çirkab sularından, kanalizasiya sularını təmizləyib filtrlərdən keçirərək onları texniki su kimi, texniki bir vasitə kimi istifadə edək və ətraf mühitimizi, yaşadığımız mühiti gözəlləşdirək, canlaşdıraq. Bu da ümumi planetimizin gələcəyi deməkdir. Yaşıllıq həyatdır, oksigendir. Yaşıllıq yeni nəslin, ümumiyyətlə xalqımızın sağlamlığı deməkdir. Təşəkkür edirəm Qəmbər müəllim. Gözəl sualdır. İlqar müəllim, ətraflı cavaba görə sizə təşəkkür. Amma yeni bir sual məndə yenə də yarandı. Buyurun. Yaşıl dünya və bayaq mən dedim ki, sağlam gələcək. Bəli. Bu da bizim sağlam gələcəyimiz üçün mövzumuzla, konferansımızın adıyla əlaqəli olduğuna görə böyük bir gərginlik mənə elə gəlir başqa ölkələrdə də var və eyni zamanda bizim də böyük problemlərimizdən biri sayılır ki, bu istixanalar vasitəsilə insanlar demək olar ki, müxtəlif xəstəliklərə düçar olurlar. Hətta sağalmaz xəstəliklər. Eşidirsiniz, İlqar müəllim? Buyurun, buyurun. Sağalmaz xəstəliklər bir özə verir, xərçəng kimi və s. Nəyin sayəsində? O tərəvəzlər il boyu su görmədən asfaltın üstündə və yaxud daşların üzərində o qidalandırılmadan yeni dəyişdirilmiş bu qidalar vasitəsilə insanlar məhv olur. Bu da bizim bəli, gələcəyimizə birbaşa təsir edir. Dünyanı yaşıllaşdıraq. Bu yaxşıdır. Suyu filtrdən keçirək, bu da yaxşıdır. Eyni zamanda bundan mən elə gəlir ki, siz gələcək tədqiqatlarınızda buna yer verməlisiniz ki, bu istixanalar təbii istixanalara çevrilməlidir. Nəinki o süni daşların üzərində, keramikanın üzərində damcılama vasitəsilə və qeyri üzvü maddələrin elə bir formada insan bədəninə bu qidalar vasitəsilə yeridilməsi ilə bizim gələcəyimizi genofondumuzun məhvinə aparıb çıxarır. Bu da böyük bir həyəcan təbili kimi mənə elə gəlir ki, sizin tədqiqatınızda da öz əksini tapmalıdır. Çox sağ olun. Təşəkkür edirəm. Təşəkkür edirəm Qəmbər müəllim. Tam doğru. Texnologiya, sivilizasiya elə bir həddə gəlibdir ki, artıq biz iş yerindən kənar bir yerdə əyləşərək işləyirik. Ümumiyyətlə, oturaq həyat tərzi sivilizasiyanı tam bir başqa məcraya, ayrı bir səmtə aparır. Ona görə də insan yaşadığı mühiti elə formalaşdırmalıdır ki, o keçmişdə yaşadığı mühit formasında olsun ki, rahatlıq olsun. O bizim ömrümüzü uzadar. Burada kompleks işlər görünməlidir. İndi bunu başqa tərəfdən baxanda Azərbaycanda Bakının yeni konseptual inkişafı o planı hazırlanıbdır. Bu plan hardasa 2045-ci ilə qədər 3 milyonluq Bakı o ətrafı Abşeron yarımadasında yaşayış məntəqəsi yeni salınacaqdır, yeni şəhər tikiləcəkdir. Bunun ən o xoşa gələn yerlərindən biri misal üçün, əgər Sibrizdirsə, o Emin Ağallarovun tikdiyi milyonluq şəhərdirsə, ora baxanda heç olmasa yaşıllığa baxırsan, o ümumi konseptual yanaşmaya baxanda biraz da olsa təsəlli tapırsan. Amma təəssüf olsun ki, bu kommers proyektdir. O ancaq para, pul qazanmaq üçün yaranan proyektdir. Amma yenə də sevindirici haldır. Ancaq
Burada çox şeylər nəzərə alınmayıbdı. Xalq üçün, adi insan üçün, sıravi insan üçün burada çox şeylər nəzərə alınmır ki, yeni salınan şəhərdə ətraf mühitdə o göstərilən qayğı, onun konseptual necə həyata keçməsi tam şəkildə o yazılmır orada. Orada yalnız binaların tikilməsi, o kiçik parkların salınmasından gelir. Amma siz dediyiniz kimi əgərləri olsa, buna ümumi yanaşma olsa və ətraf mühiti bizim o təbiətə yaxın olan tərzdə yaşamımız orada mümkün olsa, əlbəttə ki, bu gələcək xalqımız, millətimiz üçün, dövlətimiz, dövlətçiliyimiz üçün böyük bir addım, böyük bir şans olardı. Bizlər bunu etməliyik. Mən də sizin etdiyiniz təklifə tam şəkildə razılığımı bildirirəm ki, gələcək işlərimdə, araşdırmalarımda bu sahəyə də toxunacağam. Miqrasiya məsələsi də məni maraqlandıran məsələlərdən biridir. Köç məsələsi. Bir 7 dəqiqə. 7 dəqiqəmiz var, çox gözəl. Miqrasiya məsələsinə də toxunmaq lazımdır. Miqrasiya məsələsi Azərbaycanda ən acınacaqlısından biri budur ki, su miqrasiyası, iqlim miqrasiyası orada biz daxilində, Azərbaycan daxilində yaşayırıq bunu. Bu ekoloji miqrasiya bizi məhvə aparır Azərbaycanda. Bölgələr boşalır. Bu gələcək yaşam üçün bizim sonumuza getməyimiz deməkdir. Hələ bizim Güney Azərbaycanımızdan danışanda bizim Urmiyamızı hansı bir hala salıblar. Urmiya gölünün quruması, o qədər əhalinin yerindən köçürülməsi rejimin, Molla rejimi tərəfindən bunların necə həyata keçirilməsi, çayların qarşısında, nehirlərin qarşısında sədlər çəkilməsi İranda, orada yaşayan Azərbaycan xalqının oralardan köçürülməsi bu böyük bir faciədir. Bu planlı şəkildə həyata keçirilir. O duzluqlar orada yaxında olan böyük şəhərləri tam şəkildə məhv edibdir. Orada olan kəndlər, köylər köçübdür artıq. İran bu Qarabağ savaşından əvvəl Arazın üstündə 2 sədd tikdi, su səddi, Qız qalası, Xudafərin. Həmin o suların hesabına, Arazın hesabına, hansı ki gəlib Xəzərə tökülə bilmir, İranda yeni əkin sahələri yarandı. Hansı ki orada o əkin sahələri əslində olmamalıdır. Çünki İranın potensialı başqa bölgələrdə də var ki, öz əhalisini təmin etsin qida ilə. Amma Arazın suyunu aldılar onlar. O da o deməkdir ki, kürümüz, Arazımız Xəzərə axmır, artıq geriyə doğru gedir. Hardasa 1 kilometrə yaxın Xəzərdən çaya doğru duzlu su axır. Bu faciədir. Orada yaşayan insanlar, məskunlaşan insanlar 4 rayonda Neftçala, Salyan, Saatlı, Sabirabad rayonlarında əhali köç edir. Əhali məhv olur sadəcə olaraq. Ekoloji problem yaşayırıq. Ona görə bu çox ciddi problemdir və dünən mən yeni bir xəbər oxudum Azərbaycan saytlarından. Bizim prezidentimiz suya aid olan bir neçə qərar qəbul etmişdi. Hətta İsraildən yeni texnologiya alıb, İsraildən göydən aerozol püskürtmək nəticəsində gümüşlü aerozolla süni yağışlar, yağmurlar yaratmaq fikrinə gəlmişlər bizimkilər. Biz özümüzdə olan projelərimizi həyata keçirmirik. İsrailin bu projelerini keçirməyi sevinclə qarşılayırıq. Bu damcı ilə suvarma sistemi bu çox gözəldir, bu müasirdir. O çaylardan ki, hansı ki yararsız torpaqlarda yeni əkin sahələri yaradıbdılar, oliqarxlar, o böyük şirkətlər, onların o suyu oradan götürüb əhalini susuz qoymasının əvəzinə yenə də süni yağış yağdırmağa mən razıyam. Heç olmasa atmosferdən suyu alaq ki, onlar biraz o əjdahalar, suyun qarşısını alan əjdahalarımız, nənələrimizin nağıllarındakı əjdahalar biraz sudan az istifadə etsinlər, az içsinlər o sulardan, az götürsünlər, az uğurlasınlar, az çalıb çapsınlar o suları ki, insanlar normal şəkildə orada məskunlaşıb yaşaya bilsinlər, sağlam böyüsünlər, ağac böyüdə bilsinlər.
məhsul yığa bilsinlər. Təşəkkür edirəm sualınıza görə. Gələcək işlərimdə sizin dediklərinizə mütləq şəkildə baxacağam. Çox sağ olun. Çok sağ olun. Var olasınız. Ben de sual verebilirim mi? Buyurun Bahadır müəllim. Ancaq vaxt azdır. 3-2 dəqiqə var. Buyurun. O menlik değil. O deməli kim çok danışıb onun günahıdır. Mən çox danışdım. deməli sizin İlqar Bey. Deməli belədir. Sual belədir. O bizim çoxlu layihələr var. Mən eşitmişəm bunu sizin çıxışınızda. O neçə dənə bizim layihələrdən elmi şuradan keçib və axırıncı elmi şurası nə vaxt keçirilibdir? Həm sizədir sual İlqar Bey, həm də Qəmbər müəllimədir. Qəmbər müəllim, üzr istəyirəm, mən tez bir zamanda deyim, siz uzun deyərsiniz. Əsas məsələ odur ki, bizim akademiyamız işlək vəziyyətdə deyil, bizim istədiyimiz kimi deyil. Elmi şura əlbəttə ki, yaddan çıxıbdır. Ancaq mən söz verirəm ki, heç olmasa kiməsə bu sözləri deyəcəm. Siz dediklərinizi də ki, nəyə görə biz beləyik. Mən də ki, 250 hə deyirəm sizin dediklərinizə ki, bu işləri tez-tez etmək lazımdır və elmi şuradan bizim öz projelərimizi tez-tez keçirmək lazımdır ki, daha çox projelərimiz olsun və bu projeləri biz böyük kütləyə çatdırmalıyıq və internetdən, kütləvi informasiya vasitələrindən bu sahədə istifadə etməliyik, yararlanmalıyıq. Buyurun Qəmbər müəllim. İlqar müəllim, sağ olun. Bahadır müəllimin sualına cavab olaraq və siz də deyirsiniz ki, yaddan çıxıbdır. Yox, yaddan heç nə çıxmayıbdır. Sadəcə olaraq elmi şuranın keçirilməyini mən gözlədim ki, bu konferansımızı yola verək. Ondan sonra yeni elmi şuramızı keçirdik. Olur. Bizim Yəni proqramlar mən belə başa düşdüm ki, yeni şura yaranacaq da. Yeni şura yaranmalıdır. Çünkü yeni şurada bir şuranın katibi de olmayıbdır. Bunlar eksperte gedilmeyib, heç nə bir ekspert keçmədən hər hansı bir məsələni elmi şurada həll eləmək mümkün deyil. Cəmsi cümlətəni Bahadır müəllimin o kitab məsələsidir. Bir dənə o məsələ qalıbdır. Bunu da o konferansı keçirəndən sonra planda var ki, biz buna baxaq, öz rəylərimizi səs verməyə qoyaq, həyata keçirilən müzakirə edir. Bu qədər.